Nəql olunub ki, bir gün Həzrət Məhəmməd sallallahu aleyhi və alihi və səlləm dəvəyə minib döyüşə gedirdi. Bir bədəvi gəlib dəvənin üzəngisini tutaraq dedi: "Mənə elə bir əməl öyrət ki, onun vasitəsilə cənnətə daxil olum." Peyğəmbər buyurdu: "İnsanların səninlə hansı şəkildə rəftar etməsini istəyirsənsə, sən də onlarla o cür rəftar et və necə rəftar olunmasını istəmirsənsə, sən də insanlarla o cür rəftar eləmə." İndi isə dəvənin önündən çəkil. Nəhcül Bəlağədə qeyd olunub ki, Həzrət Əli əleyhissalam oğlu İmam Həsənə vəsiyyətnaməsində belə yazmışdı: "Ey oğul, özünlə başqaları arasında bir mizan, yəni ölçü meyarı qərar ver. Belə ki, özün üçün sevdiyini başqası üçün də sev və özün üçün bəyənmədiyini başqası üçün də bəyənmə. Haqsızlıq eləmə, necə ki, sənə qarşı haqsızlıq edilməsini sevmirsən. Yaxşılıq et, necə ki, sənə yaxşılıq edilməsini sevirsən. Başqası tərəfindən pis və qəbih saydığını özün tərəfindən də çirkin və qəbih say. İnsanlar üçün nəyi özünə yaraşdırırsansa, onlardan da onu qəbul et və ona razı ol. Bilmədiyin şeyi demə, bildiklərin az olsa belə. Özünə deyilməsini istəmədiyin şeyi başqasına da demə. Bunu bil ki, özünü bəyənmək düzgünlüyün ziddidir və ağılların, yəni dürüst düşüncənin afətidir. Son dərəcə ciddi cəhlə çalışqanlıq göstər və başqası üçün xəzinədar olma. Yəni məişət qayğılarına görə zəhmət çək və başqaları üçün miras toplamaq, başqasının xəzinədarı olmağa çalışma. Bir növ yığıb saxlamaqla məşğul olma. Əgər məqsədinə doğru yönəldilsən, yəni hidayət edilsən, Rəbbinin qarşısında ən kamil şəkildə xuşu halında ol. Yəni Rəbbinə şükür etməyi, onun böyüklüyünü və sənə lütfünü əsla unutma və öz yerini tanı və bil.